Salam. Gəlin Azərbaycanın sürətlə böyüyən video oyun sənayesinə qısa bir nəzər salaq. Deməli, əsas məlumatlar IGDA Azərbaycandan Murad Məmmədzadə ilə olan bir müsahibədən gəlir. Və bu söhbət əslində göstərir ki, ölkədə bu sahə necə canlanıb, hansı imkanlar var, kimlər bu işdə öndədir. Birinci, sənayenin böyüməsi və ona olan dəstək. Təsəvvür edin, bir neçə il əvvəl bəlkə 5-6 studiya vardı, indi təkcə Bakıda onlarla studiya var. Hətta Gəncə kimi regionlarda da açılır. IGDA-nin yerli bölümü, Mədəniyyət Nazirliyi, bir də İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi, yəni IDIDA bu sahəyə bilirsiniz fəal dəstək verir. Regionlarda məsələn Naxçıvan Gəncədə pulsuz təlimlər, hakatonlar keçirilir. Yəni o tədbirlər ki, komandalar 48 saata oyun prototipi hazırlayır. Bu da yeni istedadların üzə çıxmasına kömək edir. İkinci, oyun tərtibatçısı olmaq üçün yollar və karyer imkanları. Baxın, bunun üçün təkcə formal təhsil yox, başqa yollar da var. Məsələn, özünü inkişaf, pulsuz onlayn kurslar, IGDA də təmin edir bunları. Ya da mentorluq. Hətta müsahibimiz Murad Məmmədzadə özü tarixçidir. Studiyalarda çox fərqli rollar var. Oyun dizayneri, proqramçı, rəssam, animator. Qazanc mənbələri də müxtəlifdir. Məsələn, 3D model düzəldib FAB kimi platformalarda sata bilərsiniz, investor cəlb etmək olar, studiyada maaşla işləmək, oyun satışından gəlir götürmək və ya qrant qazanmaq IDIDA-nın dəstəyi kimi. Yerli oyunlar da var, Zap and Run kimi. Və nəhayət, yerli səhnə, milli kimlik və beynəlxalq əlaqələr. Bizim öz mədəniyyətimizi, motivlərimizi əks etdirən oyunlar yaranır. Məsələn, Hokka kart oyunu və ya Tuana kimi beynəlxalq tədbirlərdə iştirak çox önəmlidir. Həm investisiya cəlbi üçün, həm də oyunları tanıtmaq üçün. Steam platformasında arzular siyahısı, yəni wishlist funksiyası var. Oradan marağı görmək olur. Hətta beynəlxalq uğur qazanan oyunumuz da var. Do No Harm 600.000 dollardan çox satış edib. Kiberidman üçün də oyunlar hazırlanır. Amma əsas çətinlik, düzü, hələ də investisiya çatışmazlığıdır. Bir sözlə, Azərbaycanın video oyun sənayesi yerli istedadlar, artan dəstək və beynəlxalq əlaqələr sayəsində həqiqətən də dinamik şəkildə inkişaf edir.